Salam, hər vaxtınız xeyir olsun. Gəlin bugün ingilis dilində yeni bir ifadə öyrənək. Don't get fresh with me ifadəsi. Bu ifadəni görəndə ilk ağla gələn nədir? Fresh sözünə görə yeni nəyisə haqqında danışacağımız düşünülür. Əslində bu belə deyil. Həddini aşmamaq, hörmətsizlik etməmək mənasını verir ki, kiməsə xəbərdarlıq etmək məqsədilə istifadə edirik. Məsələn, nümunədə göstərildiyi kimi I don't like the way you are talking to me. Sənin mənimlə danışdığın tərz üslub xoşuma gəlmir. Don't get fresh with me. Mənimlə belə danışma, həddini aşma deməkdir. Gəlin situasiyalarda baxaq həmən ifadəyə, cümləyə. Məsələn, evdə valideynlə oğul arasında mübahisə düşüb, oğul bizim dildə desək, valideynin atanın üzünə ağ olur. You don't know anything old man. Sən heç nə bilmirsən, qoca kişi, qoca adam mənasında deyir və cavabında ata don't get fresh with me, I'm still your father. Yəni mənimlə belə danışma, hörmətsizlik etmə, mən hələ sənin atanam cavabı verir və növbəti situasiya isə ofis şəraitindədir. Burada işçi ilə müdir arasında keçir dialoq və işçi deyir ki, maybe if you gave clearer instructions. Ola bilərdi ki, siz daha aydın təlimat verərdiniz və müdir də deyir ki, don't get fresh with me, finish it by tomorrow. Mənimlə belə danışma, yəni hörmətsizlik etmə, bunu sabaha qədər yekunlaşdır deyir və növbəti situasiya restoranda olur. Restoranda deməli sifarişçi ilə ofisiant arasında keçən bir dialoqa baxırıq. Burada deməli sifarişçi deyir, I'll talk however I want. İstədiyim kimi danışa bilərəm və ofisiant da deyir ki, don't get fresh with me, sir, or leave. Yəni mənimlə belə danışma, hörmətsizlik eləmə bəy və yaxud buranı tərk et. Gəlin bir filmdən fraqmentə baxaq. Düşünürəm ki, sizin üçün də maraqlı olacaq. Don't you get fresh with me. Bəli, bunu filmlərdə, seriallarda çox görə bilərsiniz bu ifadəni. Düşünürəm ki, sizin üçün də maraqlı oldu. Əgər maraqlı oldusa, ingilis dili öyrənən dostlarınızla paylaşmağı unutmayın. Növbəti dərslərimizdə görüşəndə sağ olun.